Salam əziz izləyicilər, Kənan Hüseynovun təqdimatında TV1 xəbəri izləyirsiniz. Bugün Gülüstan Sarayında Səudiyyə Ərəbistanı Krallığının Akva Power şirkəti tərəfindən inşa edilmiş 240 megavolt gücündə Xızı Abşeron Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev. Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, sizin hamınızı ürəkdən salamlayıram. Bugün ölkəmizin həyatında əlamətdar bir gündür. Xızı Abşeron Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bugün artıq fəaliyyətə başlayır. 240 megawatt gücündə stansiya, əminəm ki, ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir. Mən yaxşı xatırlayıram ki, 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq və bu illər ərzində fəal iş aparılmışdır. Və bugün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə öz təşəkkürümü bildirmək istəyirəm. İlk növbədə investor olan Akva Power şirkətinə, onun rəhbərliyinə, bu Akva Power tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpa olunan elektrik stansiyasıdır. Ancaq sonuncu deyil, şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, Akva Power şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda Azərbaycan qurumları ilə əməkdaşlıq əsnasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir. Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən PowerChina şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu layihədə bu şirkət podratçı kimi iştirak edir, ancaq digər layihələrdə o cümlədən investor kimi iştirak edəcək və əminəm ki, bu şirkətin bütün nəzərdə tutduğu planları Azərbaycanda həyata keçəcəkdir. Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi çox həm mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpa olunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir və nəzərə alsaq ki, bundan sonraki illərdə bərpa olunan enerji stansiyaları Azərbaycanda onların tikintisi çox geniş vüsət alacaq. Əlbəttə ki, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni, burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpa olunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki
Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, bizim enerji sistemimiz, yəni generasiya gücləri və böyük dərəcədə yarımstansiyalar və ötürücü xəttlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən 3 dəfə artmışdır. Və bugün bizim generasiya gücümüz təxminən 10.000 megavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpa olunan enerji generasiya gücü yaradılacaq. Əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də ki, elektrik enerjisini daha böyük həcmdə ixrac edək. Onu bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpa olunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 megavata bərabərdir. Və bugün Azərbaycan enerji təminatı və enerji təhlükəsizliyi nöqteyi nəzərdən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 megavat gücündə günəş elektrik stansiyası istismara verilmişdir. Bugün 240 megavat gücündə külək elektrik stansiyası. Hazırda işğaldan azad edilmiş ərazilərdə Cəbrayıl rayonunda 3 günəş elektrik stansiyası inşa edilir. Bu 3 stansiyanın ümumi potensialı 340 megavatdır. Bugün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bugünə qədər Qaradağ rayonunda, bugün Xızı Abşeron rayonunda, yəni ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpa olunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 gigavat səviyyəsindədir. Yəni, növbəti illərdə bu proses artıq Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik olan ölkə olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə də dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və digər böyük enerji gücünə tələbat olan sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də. Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə
300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bugün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu yaxınlarda bu məsələlə bağlı mən geniş danışmışam. Sadəcə olaraq onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reyting agentlikləri tərəfindən də qiymətləndirilir və təsadüfi deyil ki, bugün bizim kredit reytingimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reyting səviyyəsinə qaldırılmışdır. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Ümumi daxili məhsulumuzun hardasa 6%-dən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni, bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək və bugün sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi, sosial sabitlik hökm sürür. 5 ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır. Ölkəmizdə geniş miqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında biz xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır. Gələcək planlarla bağlı təbii ki, nəzərə alsaq ki, bizdə bərpa olunan enerji potensialı çox artacaq. Biz əlbəttə ki, bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq batareya enerji saxlanc sistemi də yaradılır. Birinci layihə 250 megavatlıqdır. Bunu Azər Enerji öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə batareya enerji saxlanc sistemlərinin sayı daha da çoxalsın və xarici investorları da bu işə mən dəvət edirəm. Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 30-cu ilə qədər 6, 32-ci ilə qədər isə ümumiyyətcə 8 gigavat gücündə külək və günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyaları inşa etmişik. Onların ümumi potensialı bugün 300 megavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz hardasa 500, bəlkə də 600 megavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Bunun elə bil ki, yarısı artıq hazırdır. Və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin edilibdir. Bugün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, bərpa olunan enerji növlərinin Azərbaycanda yaradılması
xarici investorlar tərəfindən həyata keçirilən geniş miqyaslı layihələrdir. Bu layihələrə bugünə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorları bu qərara görə onların fəaliyyətini qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun, Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur. Bizim bir çox neft kontraktlarımız artıq uzun illər icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun, nəinki paragraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib olan bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz, imzamız qədər dəyərlidir və qanunidir. Və bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bugün bəlkə də daha çox enerji təhlükəsizliyi məsələləri qabarıq şəkildə ortaya çıxır. Biz bu istiqamətdə uzun illər fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft kimi məhsullarının, gübrələrin ixracı bugün bir çox ölkələr üçün onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir və dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır. Bir daha əziz dostlar, bu gözəl hadisə münasibəti ilə sizi təbrik edirəm. Stansiyanın fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun. Paytaxtın Sabunçu rayonunda Maşdağa Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan qəza Zabrat istiqamətində qısa müddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Bildirilib ki, eyni yolda yanvarın 3-də minik avtomobillərinin birinin idarə etməni itirib yol kənarına aşması və 3 gün sonra baş verən digər qəza səbəbindən yolda ləngimə yaranıb. Aparılan təhlillərə əsasən sözü gedən yolda son dövrlərdə, o cümlədən cari il artıq bir neçə dəfə qeydə alınan yol nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafə saxlamamaları ilə bağlıdır. Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərər çəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar. Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltaş Ruşanov saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir. Beyləqan rayonu Allahyarlı kəndi ərazisində yol nəqliyyat qəzası baş verib. Məlumatla əlaqədar dərhal əraziyə polis əməkdaşları və yanğın söndürənlər cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Lada markalı minik avtomobilini idarə etməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Keçirilən birgə əməliyyat sayəsində avtomobildə köməksiz vəziyyətdə qalan ikisi az yaşlı olmaqla 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. İndi isə dünyada baş verənlərlə tanış olaq. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump yanvarın 7-sində Amerika Birləşmiş Ştatlarının bir sıra beynəlxalq və BMT qurumlarından çıxacağını açıqlayıb. Qərara əsasən Amerika Birləşmiş Ştatları əsas iqlim müqaviləsi və qadınların hüquqlarını təşviq edən BMT qurumu da daxil olmaqla 31 BMT və 35 qeyri-BMT təşkilatını tərk edəcək.
Trump bu addımı qurumların Amerika Birləşmiş Ştatlarının milli maraqlarına zidd fəaliyyət göstərməsi səbəbi ilə atdığını bildirib. Trumpın qeyd etdiyi BMT strukturları arasında BMT-nin iqlim dəyişiklikləri çərçivə konvensiyası yer alır. Bu müqavilə bir çox ekspertlər tərəfindən 2015-ci il Paris İqlim Razılaşmasının əsasını təşkil edən sənəd sayılır. Amerika Birləşmiş Ştatları son 30 ildə ilk dəfə ötən il keçirilən illik BMT İqlim Sammitində iştirak etməyib. Bu qərar Amerika Birləşmiş Ştatlarının qlobal iqlim mübarizəsində iştirakını ikinci dəfə məhdudlaşdırıb və beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurub. Venesuelanın paytaxtı Karakasda vətəndaşlar küçələrə çıxaraq milli suverenliyin qorunmasını tələb ediblər və Amerika Birləşmiş Ştatlarının hökumətindən prezident Nicolas Maduro və onun həyat yoldaşı Chile Floresi buraxmasını istəyiblər. Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri şənbə günü səhər saatlarında Karakas və Venesuelanın digər bölgələrinə hücumlar həyata keçirib. Prezident Maduro və həyat yoldaşını zorla ələ keçirərək New Yorkda saxlayıblar. Bu addım beynəlxalq ictimaiyyəti şoka salıb və dünya miqyasında ciddi narahatlığa səbəb olub. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump isə administrasiyasının artıq Venesuelanı idarə edəcəyini və daha böyük miqyaslı ikinci hərbi əməliyyatların istisna olunmadığını bildirib. Çərşənbə günü Karakasda etirazçılar toplaşaraq Maduronun buraxın şüarları səsləndiriblər və bir çoxları plakatlarda bu mesajı yazıblar. Etirazçılar həmçinin vurğulayıblar ki, Venesuelanın suverenliyi heç bir xarici qüvvə tərəfindən təkrar pozulmamalıdır. Venesuela rəsmiləri çərşənbə günü açıqlayıb ki, Amerika Birləşmiş Ştatlarının hücumu nəticəsində 100 nəfər ölüb. Daxili İşlər naziri Diosdado Cabello isə bildirib ki, Maduro və həyat yoldaşı hücum zamanı xəsarət alıblar. Fransada fermerlər hökumətin kənd təsərrüfatı siyasətinə etiraz olaraq paytaxt Parisin müxtəlif ərazilərində yolları traktorlarla bağlayıblar. Etirazçılar arasında həm də Fransanın Milli Assambleyası qarşısında toplaşan fermerlər də var. Etirazçılar Eyfel qülləsi yaxınlığında da traktorlarla nümayiş keçiriblər. Etirazçılar hökumətdən kənd təsərrüfatına dəstəyin artırılmasını, subsidiyaların qorunmasını və kənd təsərrüfatı məhsullarının bazar qiymətlərinin ədalətli olmasını tələb ediblər. Onlar həmçinin bildiriblər ki, fermerlər üçün sosial və iqtisadi vəziyyət getdikcə daha da pisləşir və buna görə hökumət ciddi tədbirlər görməlidir. Etirazlar şəhər mərkəzində hərəkətə ciddi maneələr yaradıb və polis yol təhlükəsizliyini təmin etmək üçün nəzarəti gücləndirib. Yerli hakimiyyət nümayəndələri fermerlərlə dialoq qurmağa çalışdıqlarını bildiriblər. Bu etirazlar Fransada kənd təsərrüfatı sektorunda artan narazılıqların göstəricisi kimi qiymətləndirilir. Fermerlərin əsas tələbi hökumətin kənd təsərrüfatı sahəsinə dəstəyini artırması və qiymət siyasətində ədalətli addımlar atmasıdır. 2026-cı ilin ilk fırtınası olan Goretti, Böyük Britaniyada qarlı hava və buzlanma ilə müşayiət olunaraq nəqliyyatda ciddi çətinliklər yaradacaq. TV1 də Independent-ə istinadla xəbər verir ki, fırtınanın ən güclü təsirinin Fransada hiss olunacağı bildirilsə də, Britaniyada da hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir. Arktik hava kütləsinin təsiri nəticəsində London və ətraf bölgələrdə də qış yağıntıları müşahidə olunur. Bu arada Niderlandda da hava şəraiti aviasiyaya ciddi təsir göstərir. Amsterdamın Schiphol hava limanında qar və buzlanma səbəbindən 6-cı gündür ki, kütləvi uçuş ləğvləri davam edir. Hava limanına gediş-gəliş daxil olmaqla 600 reysi dayandırıb. Schiphol'la Böyük Britaniya hava limanları arasında bir sıra uçuşlar da ləğv edilib. Rəsmi qurumlar sürücülərə və sərnişinlərə ehtiyatlı olmağı, səyahət planlarını öncədən yoxlamağı tövsiyə ediblər. Kosovonun Pirilüce kəndinin böyük hissəsi intensiv yağışlardan sonra kənd əraziləri su altında qalıb. Bir çox yaşayış evinin və yolların qismən və ya tamamilə suya qərq olduğu, kənd infrastrukturuna ciddi ziyan dəyib. Daşqın nəticəsində evlər, təsərrüfat sahələri və nəqliyyat yolları yararsız hala düşüb. Kosovo Təhsil Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq, ölkə üzrə bütün məktəblərin yanvarın 12-sənədək bağlanması barədə qərar verib. Eyni zamanda su səviyyəsinin yüksəlməsi nəticəsində bir sıra bölgələrdə enerji infrastrukturu zədələnib və elektrik təchizatında fasilələr yaranıb. Rəsmilər bildiriblər ki, bir çox ərazidə içməli su mənbələri çirkləndiyi üçün su təchizatı müvəqqəti olaraq dayandırılıb. Əhalinin sağlamlığının qorunması məqsədi ilə təhlükəsizlik tədbirləri gücləndirilib. Sinoptiklər yaxın günlərdə bölgədə yağış və qarın davam edəcəyini proqnozlaşdırır ki, bu da vəziyyətin daha da ağırlaşa biləcəyi ilə bağlı narahatlıqları artırır. Sünkar təbiəti, tarixi mədəni abidələri ilə tanınan Qarabağ,
və Şərqi Zəngəzur ölkəmizin turizm potensialı ilə seçilən bölgələrindəndir. 2025-ci ildə bölgəyə ümumilikdə 2.549.857 nəfər səfər edib. Sünkar təbiəti, tarixi mədəni abidələri ilə tanınan Qarabağ və Şərqi Zəngəzur ölkəmizin turizm potensialı ilə seçilən bölgələrindəndir. Geniş miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, tarixi mədəniyyət abidələrinin bərpası, müasir tələblərə cavab verən otellərin inşası regionu cəlbedici turizm istiqamətlərindən birinə çevirir. Yolumuz Qarabağa portalı üzərindən aparılan statistikaya əsasən 2025-ci ildə bölgəyə ümumilikdə 2.549.857 nəfər səfər edib. Səfərlərin sıralamasına görə ilk yerdə Şuşa, Laçın və Xankəndi dayanır. Dövlət Turizm Agentliyindən bildirilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 35 otel fəaliyyət göstərir. Bura ümumilikdə 1133 nömrə fondu, 2262 çarpayı daxildir. Qarabağ və Şərqi Zəngəzura səfərlər Yolumuz Qarabağa portalı, həmçinin e-polis və MyGov mobil tətbiqləri vasitəsilə rəsmi və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bugün Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə təqvimə əsasən Azərbaycan Open beynəlxalq dağ xizəyi turniri start götürüb. Tədbirin açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər. Turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hong Kong, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Qazaxıstan və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı qatılıb. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir. Turnirin ilk günündə idmançılar dağ xizəyinin slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparıb. Növbəti günlərdə idmançılar slalom və gigant slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar. İndi isə hava haqqında məlumatla tanış olaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz isə 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz isə 60-70% təşkil edəcək. Bugünə çatdıracaqlarımız bu qədər. Sağ olun.